Salam əziz 9-lar. Bu gün sizinlə DİM 20 sınaq İngilis dil test toplusunun sınaq 17-nin izahına baxacağıq. Qrammatika sınaqlarının izahına baxaq sizinlə. Gəlin 13-cü sualla başlayaq. Choose the correct articles. Düzgün artikelları seçin. I have some money in my purse. Mənim sumkamda daha doğrusu pul qabımda biraz pul var. You can use money to buy t-shirt. Mən əvvəlcə baxıram. İkinci hissəyə, birinci ilə başlayıram. Nöqtə money sayılmayan isimdir deyə onunla artiklı işlənə bilməz. Çünki bilirəm ki, artiklı sayılan tək isimlərlə istifadə olunur və sayılmayan isimlər artiklı istifadə etmirlər. Ya boşluq şeylər, ya da zəcələr deyə mən B ilə D-ni çıxıram. Çünki artiklı verir birinci hissədə. İndi gəlirəm ikinci hissəyə, yəni ya boşluq olacaq, ya da ki, artiklı olacaq. İkinci hissəyə baxıram. You can use, for example, money to buy t-shirt sayılan tək isim olduğu üçün bununla da ya artiklı olmalıdır ya da artiklı olmalıdır deyə. Daha doğrusu ya artiklı olmalıdır. Yəni yerinə görə artiklı ola bilər təbii ki. Halbuki burada tək isim olduğu üçün və məndən artiklı istədiyi üçün mən bura artiklı qoyacağam. Boşluq qoya bilmərəm. Ya olmalıdır ya. Baxıram, Z-ni çıxıram, A-nı çıxıram, qalır elə Y variantı. I have some money in my purse. You can use the money, yəni həmən pulu istifadə edə bilərsən. To buy a t-shirt. Bir qolsuz köynək almaq üçün o pulu istifadə edə bilərsən. 14-də choose the correct degree of adjective. Nəzərinizə çatdırım ki, 13 və 20-si olan imtahanlarda sifətin dərəcəsi ilə bağlı heç bir sual düşməmişdi. Zərimcə 20-si də düşməmişdi. Ona görə də bu imtahan düşmə ehtimalı yüksək olan testlərdəndir. Yəni, bu tip suallar düşə bilər. A study suggests that students think that it is to get good grades in languages than in other subjects such as science or history. Cümlə yetərincə uzundur, özünüzü qorxutmağa dəyməz. Yəni, adjective, degree of adjective gördünüzsə, mütləq artıq açar sözü axtarmalısınız ki, soruda hansı dərəcəni qoyacağınızı biləsiniz. Burada bizim açar sözümüz zən olacaq, ən məşhurlarından. Zən müqayisə dərəcəsi ilə istifadə olunur və müqayisə dərəcəsində tək hecalı və bəzi hecalı sifətlərin sonuna əlavə olunur. Çox hecalı sifətlərin isə əvvəlinə mor əlavə olunur. Yəni, əvvəlinə mor yazılır. Və nəzərinizə çatdırım ki, mor və bir sözün tərkibində görüşə bilməzlər. Yəni, ikisindən birini seçməlisiniz. Ya ya da mor. İndi baxıram, more difficult uyğun gəlir, qalsın. Yəni, difficult çox hecalıdır. The most difficult ola bilməz. Çünki the most üstün dərəcəsinin göstərici şəkilçisidir deyə B-ni çıxıram. Mənə zən üçün mor və yaxud lazımdır. More difficult, bu da düz oxşur, qalsın. Much difficult da səhvliyi var. Much müqayisə dərəcəsinin göstəricisidir və özündən sonra ya ya da morlu bir sifət olmalıdır deyə much more difficult olmalıdır deyəndə çıxıram. Difficult da ad dərəcədir, yerində çıxıram. Qalıram A ilə C arasında. Article uşaqlar ismi xüsusiyyətidir. Yəni, article görsəz, o mütləq ismi aid olacağı üçün cümləmizdə də nöqtə to ilə başlayır, söz önüdür, isim yoxdur deyə C-ni çıxıram, qalır A variantı. More difficult. Çok ikincisi. Özür dilerim. 15-ci sual. Choose the correct sentences. Düzgün cümlələr seçin. All disaster survivors have better memories of the disaster. Fəlakətdən salamat çıxanlar cəm olduğu üçün have doğrudur. Yəni, mübtəda ilə xəbərin uzlaşmasına baxırıq. Survivors cəm olduğu üçün have də cəmdir. Biri götürürəm. Making sand sculptures is her favorite hobby. Elə ikini də götürəcəm. Çünki demişdik ki, əvvəlki sınaqlarda ing ilə və to ilə başlayan cümlələrimizin xəbəri təkdə olur. Yəni, gerund və infinitive ilə başlayan. Onun üçün iki də doğrudur. Making və is xəbər tək olduğu üçün götürürəm. Elə cavab C çıxır. Yenə digərlərinə baxaq. The main reasons behind this painter's success is a huge is a unique technique. Is his unique technique. Deməli, reasons cəmdir.
və behind var burada, söz önü var. Söz öndən əvvəl sözümüzün reason cəm olduğu üçün xəbərim cəm olmalıdır, is verilib, o cür yanlışdır. Volunteers often visit elderly people who lives alone. Buraya qədər doğru ola bilər. Halbuki who'dan əvvələ baxıram. Who'dan əvvəlki sözün people cəm olduğu üçün xəbəri live verməlidir. S ehtiyacı yox idi, 4 səhvdir. The ruin of a nation begin. Of'dan əvvəl ismim ruin tək olduğu üçün begins olmalıydı deyə 5 səhvdir. Qalır elə bilinən 2. Bunu altıya baxırıq. This exciting preposition istəyir məndən. This exciting adventure story is based on, onu işlənir uşaqlar, based on əsaslanır. A magical land filled with biz qoyacağım burada with talking animals. On bir də with D variantı. Choose a correct variant 17'də. If you want to take up surfing, sən əgər ki surfingi öyrənmək istəyirsənsə, you will be able olmalı idi deyə. B'si yox. Will'in B'si yoxdur burada. Bir çıxırıq. You should learn all the safety rules. Bütün təhlükəsizlik qaydalarını öyrənməlisən. İkinci götürək. You don't have to. Yəni öyrənməlisən əslində. Ona görə qrammatik tərcümə cəhətdən uyğun gəlmir. You must learn və öyrənməlisən. Elə 2-4 qalır tərcümə əsasən. Cannot ehtiyacın yoxdur. Əslində var. Əgər surfingi öyrənmək istəyirsənsə, təhlükəsizlik qaydalarını öyrənməlisən. 2-4 A variantı. 18-də. Yenə də choose the correct variant. Edward's parents read phone messages while arriving home. Nəzərdə çatdırım ki, short answers, yəni qısa cavablar, so do I, nice advice. Yəni bizə imtihana düşməmişdi, nə if, misində onun üçün. Bu imtihanda bunun da düşmə ehtimalı var. Edward's parents read. Cümləm təsdiqdir, imkanım baxıram. Yəni ya soru ilə başlayacaq, ya naizə ilə ola bilər, yəni qrup olaraq təsdiq və inkar ola bilər. Cümləmin təsdiq olduğuna görə mən inkar cümlələri çıxacam. Yəni ki, naizə ilə olan cümləni götürməyəcəm. 2 ilə 4, 3 ilə 4-ə çıxıram. 3 olan variantları çıxsaq, elə 4 olan variantlarda çıxsaq, 2 və 5 qalır. But Alison didn't. Yoxsa yox. Baxacaq. Read for messages while arriving home, but Alison didn't. Burada read uşaqlar keçmiş zamanda ola bilər, incə zamanda ola bilər deyə və batdan əvvəl təsdiq, sonrası inkar olacağı üçün əvvəlki cümləm təsdiqdir, batdan ikinci hissəsi inkar olduğu üçün 2-ni götürürəm. Sonra 5-ə baxıram, so do the others. Bunu da götürürəm. Çünki digərləri də həmçinin yoxlayırdılar. 2 ilə 5 qalır. Yəni elə B variantda. Burada deyə bilərsiniz ki, nəyə görə birini keçmiş zaman, birini incə zaman götürmüşük. Amor feillərdə, yəni read, hər üç forması eyni qaldığı üçün, əgər onların, yalnız onları 3-cü şəxsin təkində fərqləndirə bilirik. Yəni 3-cü şəxsin təkində sonunda reads, S olarsa indiki zamandır, olmazsa keçmiş zaman sayılır. 3-cü şəxsin təki ilə, misalsın, he ilə qoysam, burada olur indiki zaman, burada olur keçmiş zaman. Yəni bir dənəsini yazdım sadəcə. Halbuki yerdə qalan şəxslərlə keçmiş zaman və yaxud da indiki zaman olması artıq variantlardan asılıdır. Variantlarda gələn hər hansısa bir yəni keçmişi də incində götürə bilərsiniz. Yanınızda he, she də fərqlənir keçmiş və indiki olmağı S-lə. Yerdə qalan halda fərqləndirmək olmur. Seçmə suallarda onların hər hansı bir, hər ikisini götürə bilirsiniz. Ümid edirəm ki, aydın olmuşdur. 19-da choose the correct passive voice version of the sentence. Cümlənin düzgün məhsul növünü istəyir bizdən. Scientists never send astronauts to space without any training. Never send, heç vaxt göndərmirlər. Send indiki zamanda. Am, is, are-dan birini götürməliyəm. Is, are, P2 ilə, P2. Participle ilə. Astronauts are never sent to space without any training. Elə A doğrudur. Baxa görə B-də səhvində V ilə verib mənə indiki zaman lazım idi, B-yə çıxıram. Are never sent. Send uşaqlar çox xırdaca bir fərq. Bu bir dəfə bu tip sual qəbula düşmüşdü. 11 ilə səhv etmirəm amma T olmalıdır. Send indiki zamandır. Send keçmiş zaman olur. Qaydası feildir. Öncə C səhvdir. D-yə baxıram. Astronauts were never been. Ümumiyyətlə əmizlər də vazifədir. Bunların təşkilində bin olmur. Binlə işlənmirlər. D-ni də çıxıram. Burada səhvlidir. Astronauts are never sent to space without any training. Orijinal cümləmiz
not inkar cümləsidir. Y variantı isə təsdiq cümlədir deyə olmaz. Yəni cümləmiz yuxarıda inkarsa, onu inkarla məsud edilməli deyə Y-də çıxır, qalır ilə A variantı. 20-ci sualımıza baxaq. Yenə düz cümlədə istəyir. A few years ago, scientists, mən baxıram, a few years ago, ago keçmiş saatı zaman istədiyi üçün has found ola bilməz. B çıxıram, was found, qalsın. Bir də find ola bilməz. Yeni çıxıram, qalır A, C və D variantı. Silgilə istifadə edəm, onu silim. Bilək ki, o qalıb hələ. Okay. Sadəcə burada scientist, alimlər tapdı deyə, alimlər tapıldı olmayacağı üçün was found ola bilməz. Was found məchulludur deyə D-ni də çıxıram. Qalıram A ilə C arasında, yəni nəzərdə çatdırım ki, keçən 20-si olan imtihanda yəni məhsulluqla bağlı verilmişdir deyə buna diqqət etsəz yaxşı olar. Mübtədanın məlum məhsulluğuna diqqət etməlisiniz. That certain cells of human body never, artıq bu zaman eyni olacağı, daha doğrusu uzlaşma pozula bilər, heç vaxt ölmür mənasını verir deyə. Birincisində egoya görə found qoydum, tapdılar ki, aşkarladılar ki, that certain cells of human body never dice olacaq A variantı. Nəyə görə dice olur? Çünki sorry. The certain cells of human, üzr istəyirəm, A olmayacaq, C olacaq, die. Nəyə görə? Baxma ki, body təkdir. Halbuki ofdan əvvəl götürürəm, bax mən uzlaşmanı götürəndə. Ofdan əvvəl, yəni sözöndən əvvəl. Sözöndən əvvəl cells olduğu üçün die qoyuram. Yəni orada C variantı olacaq. Silək ki, bir çaşqınlıq olmasın. Olacaq elə C variantı. Yəni mübtəda ilə xəbərin uzlaşmasına diqqət edirik. 20-ci sualımız, choose the correct pronouns, düzgün əvəzi istəyir bizdən. Nöqtədə scientist tək olduğu üçün buraya tək əvəzi qoymalıyam. This və those-dan sonra cəmisim gəlməlidir. Yəni 5 hərflərlə cəmisim, 4 hərflərlə təksim deyə saxlaya bilərsiniz. D ilə yenə çıxdım. Yəni səfər işarə əvəzlərinə görə təbii o bu əvəzliklə. İkinci hissəsində artıq ümumi mübtədanı götürürəm və mənim ümumi mübtədam studies, scientist studies olduğu üçün alimin araşdırmaları cəm olduğuna görə artıq orada cəm əvəzi qoymalıyam. O da olur didn't they, B variantı. Çünki itlər təkdir deyə olmur, yəni tərcümə zərfində çox da ayıra bilmirik deyə elə B variantı qalır. These scientist studies had a great impact on the treatment of cancer, didn't they? Bu alimin araşdırmaları xərçəng üzərində böyük təsirlər qoyub, elə deyilmi? Tag questionlarda da bunu görə bilirsiniz. 23-ci sualda choose the correct variant, düzgün variantı seçin. The teacher made after classes and do extra exercise. Nəzərdə çatdırım ki, elə 22 tipində olan suallarda qəbula hələ ki düşməyib. Yəni kompleks obyekt bölməsi, mürəkkəb tamamlıq, bunun da düşmə ehtimalı var. 3 qrup feilləri yaxşı əzbərləsəz məncə kifayət edər. The teacher made. Made birinci qrup feildir. Birinci qrup feilimiz let və make, yəni made də ola bilər keçmiş zamanı. Özündən sonra tamamlıq, sonra isə məstər. Məstərin tərkibində heç bir şey yoxdur. To-dur, ing deyən heç bir şey ola bilməz. Baxıram, C-də with mübtədadır, ancaq feildən əvvəl olur. C-nə olmaz, iki feil arasında girmir. Onun geri qalanların tamamlıqları yerindədir. Artıq B-yə baxıram, everybody is staying. Mən demişim ki, məstərin tərkibində heç bir şey olmayacağı üçün, yəni ing ehtiyac yoxdur, B-ni çıxıram. D-də də to stay, bu üçüncü qrup feillərində D-ni çıxıram. Everybody stayed, bu da artıq zaman formasıdır, belə bir şey evdə də ehtiyacımız yoxdur, yeni çıxıram. Qalır elə A variantı. The teacher made the students stay after classes and do extra exercise. Asan bölmədə sadəcə feilləri təkrarlasanız və bol-bol test etsəniz, yadınıza yaxşıca qalar deyə düşünürəm. Choose the correct word. Düzgün sözü seçin. His memory is very good. Onun yaddaşı çox yaxşıdır. I think we can, the facts he shared with us, I think we can rely on the facts he shared with us. Onun bizimlə bölüşdüyü faktlara, məlumatlara etibar edib bilərik.
24'te choose the correct variant. I don't think they will be able to come to the party in time. Mən düşünmürəm ki, onlar imtahanda vaxtında gələcəklər. Will say, elə deyilmi? D variantı ilə qalacaq cümləmizdə. Çünki söhbət onlardan gedir. Və onlar gələ bilməyəcəklər. Olduğu üçün will say götürürəm. 25'te choose the correct conjunction, düzgün bağlayıcısını seçin. All people make mistakes. Bütün insanlar səhv edə bilər. But only wise people learn from their mistakes. Amma yalnız ağıllı insanlar öz səhvlərindən dərs çıxarda bilirlər. Bugünü bu qədər əziz dostlar. Hər hansı bir sualınız olarsa kommentlərdə bildirməyi unutmayın və kanalımıza abunə olaraq bizə dəstək ola bilərsiniz. Və yaxud da faydalı bildiyiniz dostlarınızla paylaşsanız sevinərik. Sağ olun. İmtahanda hər birinizə uğurlar.